Günsinlə 9 mart 2026-cı il tarixində keçirilmiş 11-ci siniflərin buraxılış imtahanı riyaziyyat fənninin suallarına baxacağıq. Sualların izahına keçməmişdən əvvəl onu qeyd edim ki, buraxılış imtahanı bitdikdən sonra blok imtahanı hazırlaşanlar üçün sürət qrupu açılır. İmtahana qədər buraxılış imtahanı düşməyən mövzular limit, teorema, integral həmin mövzular keçiriləcək. Birinci qrup hazırlaşanlar üçün isbat sualı, ikinci qrup hazırlaşanlar üçün üstü suallar işlənəcək. Daha sonra mövzular təkrar olunacaq. Əlavə olaraq da əvvəlki ilin blok imtahanı düşülmüş bütün qəbul imtahanı sualları işlənəcək. Deməli, qrupa qoşulmaq istəyənlər ekranda görən nömrə ilə 050 571 32 71 nömrəsinə əlaqə saxlaya bilərlər. İndi isə keçək testlərin izahına. 61-ci sual. İfadənin qiymətini tapın. Baxırıq ki, sürət kvadratlar fərqidir. Yəni, A kvadratı çıx B kvadratıdır. A kvadratı çıx B kvadratında A çıx B, A üstəgəl B düsturuna əsasən atsaq. 828 çıxılsın 72. 828 üstəgəl 72. Bölünsün 378-də olduğu kimi yazırıq. Bərabər 828 çıx 72. 756 vurulsun. 828-dən 72-ni toplasaq 900. Bölünsün 378. İxtisarləsək 756-nı 378-ə bölsək 2. 2-ni də vuruq 900-ə eləyir 1800. Cavab olacaq 1800 C variantı. 62-ci sual. A3 və A28 verib silsilə fərqini tapın. Silsilə fərqinin düsturu D bərabərdir. AN çıxılsın AK bölünsün N çıxılsın K. Bu düsturdan aça bilərik. Və yaxud da A28-ə A13-dən də açmaqla yazmaq olar. Birbaşa düstur tətbiq edəcəm. D bərabərdir. Yəni A28 çıxılsın A13 bölünsün. Məxrəcə də 28 çıxılsın 13. Bərabərdir. 28 çıxılsın 13 eləyəcək 15. Sürət də A28-in yerinə 28 yazırıq. Çıxılsın A13-ün də yerinə 58 yazırıq. Bərabərdir. 28 çıxılsın 58 mənfi 30 bölünsün 15. Mənfi 32-yə bölsək, 15-ə bölsək mənfi 2 eləyir B variantı. Üçüncü, hasil şəklini ifadənin ilk dəfədəki buraxılış imtahanının cəmdən hasilə keçmə düşür. Düzdür, proqramda vardı, amma indiyə qədər 2019-dan indiyə qədər buraxılış imtahanında cəmdən hasildən cəmə keçmə düsturu iştirak etməyibdir. İndi deməli, hasildən cəmə keçmə düsturu, cəmdən hasilə daha doğrusu, kosinus alfa üstəgəl kosinus beta düstur belə idi. 2 vurulsun kosinus alfa plus beta böl 2 vurulsun kosinus alfa minus beta bölünsün 2-dir. Düsturu tətbiq edək. Deməli, kosinus 38 üstəgəl kosinus 18 bərabərdir. 2 vurulsun kosinus 38 ilə 18-i top 56. Bəlkə birbaşa yazım. Hələ ki belə yazım. 38 üstəgəl 18 toplu 2-yə bölürük. Vurulsun kosinus 38-dən 18-i çıxıb 2-yə bölürük. Belə yazım. Hər kəsə tam aydın olsun. 2 vurulsun kosinus 38-dən 18 56. 56-nı 2-yə bölürük. 28 vurulsun kosinus 38-dən 18 çıxırıq. 20. 20-ni də 2-yə bölürük 10. O deməli 2 kosinus 28 vurulsun kosinus 10 D variantı olur. 64-cü sual. ABC üçbucağında MN paraleldir AC. Üçbucağı çəkək. Oxşarlı sualdır yəqin ki bu. İndi baxaq. A, M, B, N. Bu da C-dir. Deməli, AC 20-dir. BN 8-dir. NC 17-dir. NC 17-dir. MN-i tapın X. Oxşarlığa aid sadə bir sualdır. Deməli, bura alfa desək, bunlar paralel olduğu üçün bir-birinə bu M bucağının M bucağı uyğun bucaqlardır. Bura alfa desək, bu da alfadır. Beta desək, uyğun bucaqdan. Burada betadır. 2 paralel düz xəttin kəsən ləmqətdə uyğun bucaqlardır. Bu da olsun bir qamma. Deməli, burada 3 bucaq MBN oxşardır. 3 bucaq ABC-yə. Deməli, qammanın bu 3 bucaqda, MBN 3 bucaqda qammanın qarşısındakı X-ı, ABC-dəki qammanın qarşısı 20-yə bölürük. Qammanın qarşısını 1 bölürük. Bərabərdir. Alfanın qarşısı 8-dir. Böyük üç bucaqda alfanın qarşısı 8 plus 17, yəni 25-dir. Çarpaz vursaq 25x bərabərdir. 8-i 20-yə vursaq 160. X bərabərdir. 160-ı 25-ə bölsək 6,4. A variantı. Prizmanın həcmi V bərabərdir 120, hündürlüyü 8, prizma oturacağın sahəsini tapın. Həcm düsturu V bərabərdir S oturacaq vurulsun H-da prizmada. V-nin yerinə 120, S vurulsun H-ın yerinə 8 yazırıq. S də bərabər 128-ə bölsək 15.
A variantı. 66-da eni 40 uzunluğu K olan düzbucaqlının perimetrini tapın. Deməli, düzbucaqlını çəkirik. Eni 40-dır, uzunluğu da K-dır. Onda bu uzunluq K-dırsa, bu uzunluq da K-dır. Burada 40-dır. Perimetrini tapın. Perimetri tapanı toplayırıq. K ilə K-nı toplayırıq. 2K. Və yaxud da belə idi, düzdür. 2 vurulsun A plus B-dir. Perimetr 2 vurulsun A-mız K-dır, B-miz də 40-dır. Birbaşa belə də yaza bilərik. Və yaxud da toplasaq, K ilə K-nı toplasaq 2K, 20 ilə də 20 40 ilə 40-ı toplasaq 80. 2 də mötərizə xaricini çıxardırıq, qalır K plus 40. Belə də olar. 2 vurulsun K plus 40 C variantı. 67. 17 kiçik bərabərdir n, o da kiçikdir 23 şərtini ödəyən n ədədlərinin sayını tapın. Sadə bir sualdır. 17 daxildir. 18, 19, 20, 21 və 22, ancaq 23 daxil deyil. 2, 4, 6. C. Sinifdə 24 şagird var. Bu şagirdlərdən 2 növbətçinin neçəsundan seçmək olar? 24 şagirddən 2 növbətçini kombinezon 24-dən 2-dən seçmək olar. Əgər eyni vəzifəli şagirdlərdirsə, yəni eyni vəzifə üçün seçilirsə, hər ikisi növbətçidirsə, burada seçimlərdə fərq yox idi. Yerdəşmənin fərqi yoxdur, mənası yoxdur. Ona görə kombinezonunu seçirik. Topun saldı, elə təsadüfən keçən dərs dünən biz şagirdlərin bu saldı, eyni bu saldı topda işlədik. Orada deyəsən 26 idi rəqəm. Deməli, növbətçi seçilirsə, kombinezondan seçilir. Kombinezonun düsturu belə idi. Düsturu yazaq. Kombinezon n-dən k bərabərdir n faktorial bölünsün k faktorial n minus k faktoriala. Kombinezon düsturunu tətbiq edirik. Kombinezon 24-dan 2 bərabərdir 24 faktorial bölünsün 2 faktorial 24 çıx 2 22 faktorial. 24-ü 22 ilə atsaq 22 faktorial vur 23 vur 24. 22-lər gedir. 2 faktorialda elə 1 vur 2 deməkdir. Yəni 2-dir. Bundan da bu geçsə 12, qalır 23 vurulsun 12. Bərabərdir. 23-ü də 12-yə vursaq 276. C variantı. 69. 40% buna bərabər ifadəsinin qiymətlə bərabər olan tapın. Faizə görə də tapmalıyıq. Əvvəlcə bu ifadəni sadələşdirək. 4,5 vurulsun. Düzgün olmayan kəsə çevirsək 3-də 1 3-ə vuruq. 3 üstə 2 gəlirik 5. Üstə gəl 2,5. 3 3-ə 1 4,5 3-ə 1,5. 1,5-i 5-ə vuruq. 7,5. Üstə gəl 2,5. Deyəcək 10. Topladıq 10. Yəni bizə deyir ki, 40% 10 olan ədədi tapın. Faizə görə ədədi tapanda ədədi vururuq 100-ə, 100%-ə bölürük. Faiz göstərəndə 40-a. Sıfırlar gedər. %4-ə böləndə 25. Y variantı. Şəkildə verilənlərə görə alfa bucağını tapın. Eyni qövsə söykənən daxil çəkmiş bucaqlar bir-birinə bərabərdir. Deməli, baxın, bura 40 dərəcədir. Bura 40 dərəcədirsə, bunun söykəndiyi bu qövs 40-ın 2 qatı olacaq 80. Daxil çəkmiş bucaq 40-dırsa, söykəndiyi qövs onun 2 qatıdır, 80-dir. İndi bizdən də buranı istəyir alfanı. Alfa bucağı da həmin bu 80 dərəcəli qövsə söykənib də, hər ikisi eyni qövsə söykənib. Onda alfada olacaq 80-in yarısı 40. Eyni qövsə söykənən bucaqlar bərabərdir. Trigonometri aid sadə bir sualdır. Sinüs 60 dərəcə, çıxılsın kosinüs 30 dərəcə. Deməli, sinüs 60 dərəcədə qiyməti kök 3 bölünsün 2-dir. Sinüs 60 dərəcədə kök 3 bölü 2 alır. Kosinüs 30 dərəcədə o da kök 3 bölünsün 2-dir. Bunlara çıxdıq 0. Hər ikisi kök 3 bölü 2-yə bərabər. 72. İfadənin qiymətini tapın. 2 qalsın, qüvvətin qüvvəti qüvvətlərin hasilidir. Bu kökdə 2-ni kökdə 2-yə vuracaq. Yəni kökdə 2 vurulsun, kökdə 2. 2 üstündə kökdə 4 edir. Kökdə 4-dən nə çıxır? 2. 2-nin kvadratı 4. 73. Mənfi 2 qıt kiçik bərabərdir 8. Bərabərsinin ən kiçik həllini tapın. X-i tapmaq üçün 8-i mənfi 2-yə bölürük. Mənfi 4. Ancaq mənfi də böldüyüm üçün bərabərsinin işarəsi dəyişir. Mənfi 4-dən böyükdə ən kiçik ədədim elə mənfi 4-dür. D. 74. Konusun doğranı 10 kök 3 olub. Konusu çəkək. Konusun doğranı buradır. 10 kök 3 olub. Oturacaq müstəvisi ilə oturacaq müstəvisinə əmələ gətirdiyi bucaq 30 dərəcədir. Buranı verib 30 dərəcə. Konusun oturacağın radiusunu tapın. Buradan bir hündürlük çəkirik. 30, 90, bura olur 60 dərəcə. Deməli, 90-ın qarşısı 10 kök 3-dürsə, 30-un qarşısı olacaq yarısı 5 kök 3.
30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. İndi 30-un qarşısındakı 5 kök 3-dürsə, bu üç bucağa baxırıq biz. 60 dərəcənin qarşısı da 30 dərəcənin qarşısındakının kök 3 mislidir. Deməli, 30-un qarşısı 5 kök 3-dür. Onu da vursaq kökdə 3-ə. 5 vurursun kökdə 3-ləri kökdə 9 edir. 3, 15 eləyəcək. Kosinus otacağının radiusunu tapın. 15. Bax, bura olur 15. 75. Bərabərsinin ən kiçik həllini tapın. Deməli, 2 üstü x plus 3-ü biz belə parçalaya bilərik. 2 üstü x vurulsun 2-nin üstü 3. Çıxılsın 6 vurulsun 2 üstü x. Vuranda üstlər toplanır. X plus 3 bizə bunu verəcək. Kiçikdir. 3 üstü x plus 1-i. 3 üstü x vurulsun 3 üstü 1. Çıxılsın 3 üstü x kimi ayırırıq. Deməli, 2 üstü x-ları ortaq vuruq kimi çıxarırıq. 2 üstü x ortaq vuruq kimi çıxarsa, burada qalır 2-nin kubu 8. Çıxılsın, burada da 6 qalır. Kiçikdir. Buradan isə 3 üstü x-ları ortaq vuruq kimi çıxarırıq. 3 üstü x ortaq vuruq kimi çıxarsaq, qalacaq 3. Çıxılsın, burada da 1 qalır. 2 üstü x vurulsun 2, kiçikdir. 3 üstü x vurulsun 2. 2'lər x-lar gedər, qalacaq 2 üstü x, kiçikdir 3 üstü x-dan. Buradan da aydın görsənir ki, x müsbət 2 3-dən kiçikdir də 2-nin qüvvətlərdə məsələn 2 üstü 5, 3 üstü 5-də nə olacaq? Kiçik olacaq. Mənfi olanda tərsinə olur. Yəni bu x müsbət ədədlər olmalıdır. Sıfırdan böyük olmalıdır. Ən kiçikdə 1 olacaq. Yəni bu buradan da görsənir. Amma mən ətraflı tam həllini yazacağam. Yəni bura qədər gəlmisiniz, onsuz da qapalı sualı da buradan asanla görünür ki, bu müsbət ədədlər olmalıdır. Məsələn 0 olsa 2 üstü 0, 3 üstü 0-a bərabər olacaq. Kiçik olmaz. Müsbət ədədlərdir. 1-dən başlayır. Elə 1 tapa bilərsiniz. İndi mən ətraflı həll edim. 3 üstü x-ə bölürük hər tərəfi. 2 üstü x-ə da bölə bilərsiniz. 3 üstü x-ə böldüm. Bu 3-də 2-nin üstü x deməkdir. Kiçikdir 1. Daha sonra yazırıq ki 3-də 2 üstü x kiçikdir. 1-i yazıram 3-də 2-nin üstü 0. Əsaslar eynidir. Amma 2-ni 3-ə böləndə 0 tam neçə eləyir? 0 bir ağında olduğu üçün işarə dəyişir. 3-də 2-ləri atırıq, amma işarəni dəyişirik. X böyükdür 0 olur. 0-dan böyükdür nə deməkdir? 0-dan müsbət sonsuzluğa qədər. 0-dan böyük ən kiçik həllim 1 olacaq. Tam həlli də bu şəkildədir. 76. AB 2 rəqəmli ədədi üçün kök altında AB natural ədəd olarsa. AB 2 rəqəmli ədəddir. Amma elə 2 rəqəmli ədəd olmalıdır ki, kök çıxsın ki, natural olsun. Belə AB ədədləri arasında təsadüfi seçilmiş bir ədədin tək ədəd olması ehtimalını tapın. Gəlin belə AB ədədlərini yazaq. Yəni AB hansı qiymətlər ala bilər? Kök çıxmalıdır. Kök 2 rəqəmli ədəddir. Məsələn 2-nin kvadratı 4, 3-ün kvadratı 9, bunlar bir rəqəmli. 4-ün kvadratı edir 16. 16-dan başlayacaq. 4-ün kvadratı 16, 5-in kvadratı 25, 6-nınki 36, 7-ninki 49, 8-in kvadratı 64, 9-un kvadratı 81, 10-un kvadratı 100 artıq 3 rəqəmli olur. Bunlar da bir rəqəmli idi. Deməli, kök çıxan AB ədədləri bunlardır. Deməli, 1, 2, 3, 4, 5, 6. 6 ədəd arasından biri seçilirsə, mümkün halların sayı olur 6. Biz bunların içərisindən təkləri seçməliyik. Əlverişli hallarda deyir ki, bizə tək olsun. 3-ü də təkdirsə, 6 ədəddən 3-ü təkdirsə, 6-da 3, 0,5. Burada cavab 0,5-dir. 77-ci sual. Deməli, loqaritma 81 əsasdan 8 bölünsün. Bölmənin kəsirinə yazıram. Loqaritma 9 əsasdan 32 bərabərdir. 81 9-un kvadratıdır. Loqaritma 9-un kvadratı əsasdan 8 də 2-nin üstü 3-dür. 9-un kvadratı əsasdan 2-nin üstü 3. Aşağıda da 9 əsasdan 32 də 2 üstü 5-dir. Deməli, bu yuxarıdakı qüvvət olduğu kimi keçirdi əmsala 3. Aşağıdakı 2 tərsinin 2-də 1 kimi keçirdi. Loqaritma 9 əsasdan 2 bölünsün. 2 üstü 5 idi bu. Bu qüvvət 5 olduğu kimi keçəcək əmsala. 5 vurulsun loqaritma 9 əsasdan 2. 9 əsasdan 2-lər ixtisar gedir. 2-də 3-ü də bölürəm 5-ə. Yəni 5-də 1-ə vururam. 3 bölünsün 10. O da bərabərdir 0,3. İfadənin qiyməti 0,3. 78. X bərabərdir mənfi 0,4 olduqda 10x-in kvadratı çıxılsın. 5 modulda x plus 3 ifadəsinin qiymətini tapın. Bu 10-da 4 deməkdir. X 10-da 4, 0,4, 14 yazsın. Amma mənfi 10-da 4. Onu yazacağım 10 vurulsun.
X-in yerinə yazıram mənfi 10-da 4. Mənfi 10-da 4-ün kvadratı. Çıxılsın, 5 vurulsun. Modulda mənfi 10-da 4. Modulda mənfi 10-da 4, müsbət 10-da 4 olacaq. Modulda müsbət çıxır, üstə gəl 3. 10 vurulsun, mənfinin kvadratı müsbət eləyir. 10-un kvadratı 100, 4-ün kvadratı 16. Çıxılsın, 5-i 5-ə 1, 10-u 5-ə 2. 2 eləyir. 4-ü 2-yə bölsəm, 4 bölü 2 qalır, yəni 2. Üstə gəl 3. Bu da bərabərdir. Sıfırlar gedəcək. 16-nı böləndə 10-a 1,6 çıx. Mənfi 2-nin üstü 3 gələndə müsbət 1 eləyir. Mənfi 2 plus 3, müsbət 1, o da bərabərdir 2,6. Demək, burada da cavabımız oldu 2,6. 79-cu sual. Aralarındakı məsafə 34 km olan A və B məntəqələrindən velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya yola düşdü. Bu A-dır, bu B-dir. A-dan velosipedçi, B-dən də piyada yola düşdü. Deyir ki, qarşı-qarşıya hərəkət edir bunlar. A-dan hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən 8 km çoxdur. Piyadanın sürəti x olsun, velosipedçinin sürəti 8 km çox, x plus 8 olacaq. Velosipedçi A-dan 24 km məsafədə olan C məntəqəsinə piyadadan 0,5 saat tez çatdı. Bu da olsun C. Məsafədə 34 km-dir. A-dan B-yə qədər məsafə 34 km-dir. A-dan C-yə 24 km-dir. Deyir ki, A-dan C-yə çatır, velosipedçi A-dan C-yə çatana qədər A-dan C-yə gəlirsə, piyadada B-dən C-yə gələcək. Onda burada 10 km olurdu. Ümumi yolumuz 34 km isə 34-dən 24 çıxanda bura qalır 10 km. Yəni, velosipedçi 24 km A-dan C-yə gəlsə, piyadada 10 km B-dən C-yə gələcək və deyir ki, velosipedçi tez çatacaq. Tez çatacaq demək, yəni az vaxt sərf edəcək. Yarım saat, 0,5 saat az vaxt sərf edəcək. Bunun sürəti çox daha az vaxt sərf edəcək. Onda mən zamanı tapıram. Yol düsturu S bərabərdir V vur T-dir. T də bərabərdir S bölünsün V-dir. Deməli, bunun bu S-dir də bizdə S-dir. S 10 kilometri bölürəm sürətə, X-a. Bu olur piyadanın sərf etdiyi zaman. Çıxacam 24 S-i bölürəm sürətə X plus 8-ə və bərabər eləyəcəm 0,5-ə. Çünki deyir ki, bu tez çatıb. Tez çatıbsa az vaxt sərf edib. Bu da çox vaxt sərf edəcək, yarım saat. Məsələn, bu 1 saata gəlibsə, bu 1,5 saata gəlib. Bu çox vaxt sərf edib. Ona görə zamanı çox zamandan, bu çox vaxt sərf etdiyi üçün bundan bunu çıxanda 0,5-ə bərabər olmalı. Çünki bunun sərf etdiyi zaman daha çoxdur. Ortaq məxrəcə gətiririk. X vurulsun X plus 8. Onu X plus 8-ə vuracam. Onu vururuq X plus 8-ə. 24-ü də X-ə. Eləyəcək 10X üstə gəl 80. Çıxılsın 24X. 0,5-də 2-də 1 yazaq. Ondan 24, 80 çıxılsın. 10X-dən 24 çıxanda mənfi 14X. Bölünsün. X-in kvadratı üstə gəl 8X. Bərabərdir 2-də 1-ə. X kvadrat plus 8X-i 1-ə vururam. X kvadrat üstə gəl 8X. Çarpaz vursam 160 çıxılsın 28X. X-in kvadrat 8-dən 28-i toplayıram. 36X çıxılsın 160. Bərabərdir 0. Deməli, X1 plus X2 mənfi 36 olmalıdır. X1 vurulsun X2-də mənfi 160. Mənfi 40-dan 4 olar. O 160 toplanır. Bu da X-də sürətdir deyə piyadanın sürətini biz X götürmüşdük də. Düzdür, bizdən də piyadanın sürətini istəyir. O da 4. Cavab burada olacaq 4. Piyadanın sürətini tapın 4. Piyadanın sürətini biz X götürmüşdük. 80. 24 nəfərdən ibarət işçi qrupunda olan qadınların yaşlarının ədəd ortası 21, kişilərin yaşlarının ədəd ortası isə 29-dur. Qrupdakı bütün işçilərin yaşlarının ədəd ortası 26 olsa, qrupda neçə nəfər kişi var? Deməli, kişilərin sayı olsun X, qadınların sayı olsun Y. Qadınların yaşlarının ədəd ortası 21-dir, kişilərin də yaşlarının ədəd ortası 29-dur. Biz ədədi ortanı vuranda saya yaşların cəmini tapırıq. Yəni 29 ədədi ortadırsa, 29-u vuracam kişilərin sayına X-a, kişilərin yaşlarını cəmi eləyəcək. 21 ədədi ortadırsa, qadınların yaşlarının ədədi ortasıdır. 21-i vururam Y-ə, qadınların yaşlarının cəmini tapıram. Kişilərin yaşlarının cəmi, qadınların yaşlarının cəmi. Bunları cəmləyirəm, bölürəm saya.
Yəni kişi və qadınların sayını 24 nəfərdir də. 24-də və bərabər eləyir bütün işçilərin yaşlanan ədəd ortası 26-dır. 26 plus da 24 nəfər olduğu üçün kişi qadın sayı 24-dür. X plus Y bərabərdir. Eyni belə sual topluluqda var. Tənklər sistemi qurmaqla məsələ əlində. Kişilərin və qadınların cəmi 24 nəfərdir. Kişi plus qadın sayı 24-dür. Bu qalsın. İndi bunu sadələşdirək. 29x üstə gəl 21y 26 vurmalı bərabərdir 624. X plus Y də 24 idi. Qrupda neçə nəfər kişi var? Kişilərin sayını x götürmüşük. Biz x-i tapmalıyıq. Bu y idi. 21 y-dir burada. Onda aşağını vuraq mənfi 21-ə. Yuxarı qalsın. 29x üstə gəl 21y bərabərdir 624. 21-ə vursam mənfi 21x, mənfi 21y, 24, 21, 504. 6-da toplayanda mənfi 8x, 21y-lər gedəcək. Bu mənfi 504-dür. Bərabərdir 124-ə. Toplayanda x də bərabərdir 1. 624-dən 504 çıxanda 120 eləyir. Səhv çıxdıq. 624 çıx 504, 120 eləyir. Bu da 15. X 15. Neçə nəfər var? 15 nəfər. 81-də AX kvadrat üstə gəl BX üstə gəl C funksiyasının qrafiki verilmişdir. AC perpendikulardır BC-yə. Yəni bura 90 dərəcədir. C-dən O-ya 5-dir. C-dən O-ya 5 verib bizə. BO 2 25 vursun AO-dur. A-onu x götürsəm, BO nə olacaq? 25x olacaq. Buradan burada olacaq 25x. Gördüyümüz kimi burada düz bucaqlı 3 bucaq var. Parabolun təpə nöqtəsinin apsisini tapın. Onda biz bilirik ki, düz bucaqlı 3 bucaqda düz bucaq təpəsini çəkilən hündürlüyün düsturu var. Buranın bizdə 5-dir. Bura x-dir, burada 25x-dir. H kvadratı bərabərdir m-in düsturuna əsasən 5-in kvadratı, h5-dir də bizdə. 5-in kvadratı 25 bərabərdir. Bu da m-dən n-dir. Bunların hasilinə bərabərdir. 25x vur x-a, yəni 25x-in kvadratına. X-in kvadratı bərabərdir 1, x də bərabərdir 1. Yəni bura 1-dir. Bura isə 25-dir. 25-dirsə, bura oldu 25. Buradan bura qədər məsafə 25-dir. Yəni onda bura elə 25 nöqtəsidir. X-ımız 25-dir burada. Buradan burada 1-dirsə, onda burada mənfi 1 nöqtəsidir. Parabola daxil. Bu parabolanı çəkeyim. Baxın, belə. Bura mənfi 1 nöqtəsidir. 1 tapdıq. Buranı da tapdıq 25. Bu da parabolun təpə nöqtəsi. Təpə nöqtəsinin apsisini istəyir. Parabolun təpə nöqtəsinin apsisini istəyir. X0. Təpə nöqtəsinin apsisini istəyirsə, bunu qısaca elə x0 bərabərdir. Mənfi 1 üstə gəl 25 böl orta nöqtədir də. Yəni bu AB-nin orta nöqtəsidir. Parabolun təpə nöqtəsi AB-nin orta nöqtəsi. Mənfi 1 üstə gəl 25 böl 2 ilə yazmaq olar. 24 bölünsün 2, bu da eləyəcək 12. 82. Alfa və beta uyğun tərəfi paralel olan müxtəlif adlı. Alfa beta uyğun tərəf paralel olacaqlarsa və müxtəlif adlıdırsa, deməli bunların cəmi 180 olmalıdır. Gamma və fi uyğun tərəfi paralel olan eyni adlı bucaqlardır. Onda gamma ilə fi elə bərabərdir. Eyni adlı bucaqlar müxtəlif adlı olanda cəmi 180 olur. Eyni adlı olanda bərabər olurlar. Yəni uyğun tərəf paralel olan bucaqlar ya bərabərdir ya da cəmi 180-dir. Gammanın dərc ölçüsü alfadan 20% azdır. Gamma bərabərdir alfadan 20% az. Alfadan 20% az, alfa çıxılsın 0.2 alfa. Yəni 0.8 alfadır. Alfadan 20% az, alfadan 20%-in çıxırıq 0.8 alfa. Fi'nin dərəcə ölçüsü betadan 20% çoxdur. Fi bərabərdir. Betadan 20% çox, betanın üstə gəlir 20%-ini. 1,2 beta olur. Alfa betanın hər birinin dərəcə ölçüsünü tapın. İndi gamma bərabərdir fi olduğu üçün, bunları bərabərləşdirək. Fi ilə gammanı bərabərləşdiririk. Yəni 0.8 alfanı bərabər edirik 1,2 betaya. Ona vursam 8 alfa bərabərdir 12 beta. 4-ə bölürəm 2 alfa, 4-ə bölürəm 3 beta. Yəni alfa 3K'dır, beta 2K'dır. Buradan alfa bərabərdir 3K'ya, beta da bərabərdir 2K'ya. İndi alfa plus beta da 180 olduğu üçün gətirib burada yerini yazdıq. 3K üstə gəl 2K bərabərdir 180-ə. 5K bərabərdir 180, K da bərabərdir 36-ya. Alfa betanın hər birisinin dərəcəsini tapın.
Alfa bərabərdir. 3-ü vururam 36-ya, 108. Beta da bərabərdir. 2-ni vururam 36-ya, 72. 108 və 72 olur cavab. Biraz vaxt aparanda həll tələb olunan tapşırıqlar. Yəni, indi bilmirəm, verilən vaxt müddətində bunları hamısını çatdırmaq rahat olar, yoxsa yox. Amma biraz ətraflar, qapalılar rahat idi, tez qısa. Amma ətraflar biraz vaxt aparan suallardır. 83. Deməli, ABC üçbucağında AD tənböləndir. A, C 90 dərəcədir. ACB üçbucağını çəkdik. C 90-dır. AD də tənböləndir. AD tənbölənini çəkdik. C-dən D-yə 2,4-dür. A-dan B-yə 8,5-dir. Bura A olsun. ABD üçbucağının sahəsini tapın. ABD budur. Bizdən bu üçbucağının sahəsini istəyir. Bu H olsun. Burada deyirəm A. Bu da tənböləndir. Üçbucağın tənböləninin xassəsi var idi da. Bunun buna nisbəti, bunun buna nisbətinə bərabər üçbucağın tənböləninin xassəsinə görə. Yəni H bölünsün 2,4 bərabərdir. 8,5 bölünsün A-ya. Bunun buna nisbəti, bunun nisbətinə bərabərdir. Çarpaz vursam AH bərabərdir. 8,5 vurulsun 2,4-ə. Aha, bu belə saxlayıram bunu. İndi fikir verin. Bax, bizdən istəyir bu üçbucağın sahəsini. Bu da körbucaqlı üçbucaqdır. Tərəfi A-dır. Hündürlük körbucaqlı üçbucaqda xaricdə qalır. Bu da bunun hündürlüyüdür. Üçbucağın da sahə düsturu AH bölünsün 2-dir. AH-mız 8,5 vurulsun 2,4-dür. Bunu da 2-yə bölməliyik. AH bölü 2-dən. Aha, 2 ilə bölsəm 1,2 qalır 8,5 vurulsun 1,2. Bu da bərabər 8,5-də 1,2 vursam 10,2. 84. A və B nöqtələrini birləşdirən parçanın orta nöqtəsinin absis oxunun mənfi hissəsinin ortakanı tapın. Bu sual 9 buraxılış sualı. 9 buraxılış demir, 9'ların toplusunda var. 11 toplusunda bu sual yoxdur, amma 9'ların buraxılış imtahanı üçün hazırlanan toplusunda eyni bu sual var. Birləşdirən parçanın orta nöqtəsinin absis oxunun mənfi hissəsinin üzərində olarsa, orta nöqtəsini tapmalıyıq. Bu bizim x-imizdir. Bu isə y-lərimizdir. X-lərin orta nöqtəsini tapana neyinirdik? Orta nöqtə x bərabərdir. x1 plus x2 bölünsün 2. Y bərabərdir. y1 plus y2 bölünsün 2-dir. İndi tapaq. X bərabərdir. X bərabərdir. X-ləri toplayırıq. X-imiz k kvadratı çıxılsın 4k. Üstə gəl. Burada isə x-imiz 12 çıxılsın 4k-dır. Bölünsün 2. Bu da bərabərdir. K kvadratı çıxılsın 8k. Üstə gəl 12 bölünsün 2. Bu bizim x-imiz. İndi y-i tapaq orta nöqtəsini. Y-imiz k, burada k kvadratdır. Burada da 32 çıx 12k'dır. K kvadratı üstə gəl 32 çıxılsın 12k bölünsün 2. Yəni k kvadratı çıxılsın 12k üstə gəlsin 32 bölünsün 2'dir. Bu da bizim y-imizdir. Aha. İndi ki absis oxunun mənfi hissəsinin üzərindədir. Baxın, nöqtə absis oxunun mənfi hissəsi üzərində özdə. Absis oxunun mənfi hissəsinin üzərində nə deməkdir? Yəni bunun absisi mənfi olmalıdır, düzdür? X-i mənfi olmalıdır. Bu x-imiz mənfi olmalıdır. Bəs y-imiz nə olmalıdır? 0. Axı absis oxunun mənfi hissəsinin üzəri x oxunun üzərində olan nöqtənin ordinatı y-i 0 olur. Və mənfi hissəsinin üzərində x-i mənfidir. Yəni x-i 0-dan kiçik, y-i isə 0-a bərabər eləyəcək. X-i, həmin bax bu ifadəni k kvadratı çıxılsın 8k üstə gəl 12 bölünsün 2-nin kiçikdir 0. K kvadratı çıxılsın 12k üstə gəl 32-ni də bölü 2-ni də 0-a bərabər edirik. Aha, hər tərəfi 2-yə vursaq, k kvadratı çıxılsın 8k üstə gəl 12 kiçikdir 0-dan. Viyyətə görə kökləri 2 və 6-dır. 2-ni 6-ya 12 toplamda 8 edir. Ədəd oxunda qeyd edirik 2-ni 6-nı. Bərabərsiz intervallar ayırırıq. Kənarlar müsbət. K kvadrat əmsal müsbətsə, kənarlar müsbət, orta mənfi. Bizə 0-dan kiçik mənfilər lazımdır. 2-dən 6-ya qədər. Buna 0-a bərabərsə k kvadratı çıxılsın 12k üstə gəl 32. 2-ni 0-a vuranda 0. Bunun da kökü olacaq deməli. 4-dən 8. 4-ü 8, 32, 4-dən 8 toplayanda x1 bərabərdir 4, x2 də bərabərdir 8. K-nı tapın. K-dı daha doğrusu. K1, K2 yazsaq daha doğru olar. Aha. İndi 2 alt aralığında olmalıdır K. 2 alt aralığına daxildir 4.
Cavab 4 olacaq. Çünki 8 2 alt arağına daxil deyil. Buna görə cavab olur burada 4. 85. Euler Venn diaqramında A və B çoxluqların elementlərinin sayı verilmişdir. A kəsişmə B böyükdür B çıxadan. A kəsişmə B buradır. Yəni 3x plus 4 böyükdür. B çıxılsın A da Euler Venn diaqramında buradır. 19 çıxılsın 2x-dan. X-in natural qiymətləri üçün n açıq B-nin ala biləcəyi, bax açıq B də buradır bizdə. Ən böyük, ən kiçik qiymətini tapın. Əvvəlcə bunu tapaq. 2x sola atıram 5x böyükdür. 19-dan 4-ünü çıxıram 15. X da böyükdür 3-dən. X 3-dən böyük olmalıdır. Amma bəs nədən kiçik olmalıdır? Bir də bax bura baxırıq. 19 çıxılsın 2x mənfi olmaz. Çoxluğun elementlərinin sayı mənfi ola bilməz axı. Mənfi 2x böyükdür. Mənfi 19-dan x da kiçikdir 8,5-dən. Daha doğrusu 9,5-dən. 19-u 2-yə böldük. X-in 3-dən böyük x-imiz ən az neçə ola bilər? 3-dən böyük x-imiz 4 ola bilər. 9,5-dən kiçikdir x-imiz 9 ola bilər. Aha, indi A-nın n A çıxılsın B. Bizə nə lazımdır? N A çıx B lazımdır. N A çıxılsın B bərabərdir. A çıx B də buradadır. 2x üstəgəl 5-dir. X-in yenə 4 yazacağım. 2 vur 4 üstəgəl 5. 8 plus 5 13 eləyir. Ən kiçik digər qiyməti isə 2x plus 5. 2 vurulsun 9 üstəgəl 5. 18 o da bərabərdir 23. Ən böyük kiçik qiymət cəmini tapın. 13-dən də 23-ü cəmləyirik. Edir 36.